Bəli, gördüyünüz kimi günlərim belə dağlıq yerdə. Ünvan ne diyeyim sen ki? Ünvan azlığın içərisi. Füzuli Azlıq mağarasının içərisi. Bu da bizim aşpazımızdır. İndi görək nə pişirəcək bizim üçün. Nə pişirsiniz aşpaz? Bilmiyorum valla. Didirəm. Bilirsən? Yəqin kebab çəkəcək də. Ne bileyim böyük daha inşallah yakın el olar. Yəqin. Yəqin. Bəli uşaqlar, gördüyünüz kimi bura ən hündür dağlar yeridir. Bax, bura. Belə göstərim. Buradaydı. Belə yerlər. Üzü çekiyor. Qəşəng yerdir. Bir daha yıxılas. Güzel yedi bırak. Bugünkü vlogumuz gəzmək vlogudur. Gəlmişik belə yerə çıxmışıq. Sizə göstərim mən. Güzel düştü. Orada elma oluyor. Nə var xaricdə? Durun gəlin bəyə. Baxın bizim aşpaz müəllimimiz hələ ki kebabları hazırlayır. Kebab deyəndə ətini hazırlayır. Orada da ocağımız yanır. Əsl aşpazsan da sən. Dağ yerində aşpaz. O nəyə kəmdir? Deyə bilərsən. Çok şey kendi bak. Qara istodu kəmdir. Qara Yəni. istodu, nanesi. Hə. Bu danesinde kebap yaxşı çıxmır. Hə. Ama olanımız burada. İndi orası düzdür. Asıl Orası. adam. Hə. Aran adamı, qazan alım. Biz kənd adamıyıq. Biraz indi bu ət belə qalmalıdır. Soğanın dadı, öz dadı, öz tətsi nəfər. Ondan sonra şişə çəkib qoyacaq. Gətir ver. Bu da bizim ocağımızdır uşaqlar. Bu gelin soğanza Orada da işlərə əti kəsməyimiz gedir. Aşağıda durmayacak. Çayda düşer başına da Allah canına. Hara çıkıp Videonu kaldığımız yerden devam ediyoruz. Hələ ki Məhəmməd müəllim iş görür. Bol dur asansöre kravatı. Bunun axırı nətər oldu müəllim? Axırı yanacaq. Yanaq yiyəcək yazan. Pişmiş yiyəcək. ne oldu? Axırı pişmiş yiyəcək dedim onu bilir. Yatmıyor olsun. Ben 5 yaş yatmıyor. Teyzemde. Maşında yat. Videoya like atmağı, abunə olmağı unutmuyoruz. Yiyecek ya. Mən başlayın deyim. Yadımdan çıxmamış. Bu neyse ne payası. Bunun hələ çox blogu var da yəni. Konkret bir 30 dəqiqəlik video paylaşırdım. Uşaqlar videomuzun sonuna gəldik. Kanala abunə olmağı unutmayın. Təşəkkürlər.